Ana südü ilə deyil, süni uşaq qidaları ilə bəslənən körpələr daha tez xəstələnir. Çünki bu qidalar azyaşlıların immun sistemini zəiflədir. Mütəxəssislər həyəcan təbiri çalır. Bu məhsulların təhlükəsizliyi və tərkibi ilə bağlı standartların tətbiqi vacibdir. Əgər mümkünsə analarımız təbii yolla evladlarını qidalandırmaqla məşğul olsunlar, əgər mümkünsə. Ən azından bu onların evladları üçün sağlam, daha sağlam qida olacaq. Hər nə qədər valideynlərin əksəriyyəti körpələrin ana südü ilə qidalanmasını üstün saysa da süni qidalara müraciət edənlər də az deyil. Bəzən ana südünün kifayət etməməsi, bəzən də müxtəlif səbəblər valideynləri bu alternativə yönəldir. Bu məhsulların tərkibi isə sual doğurur. İstənilən süni yeməyin tərkibində kimyasal nəsə var. O da uşağın gələcəyi üçün rəva bilmərəm. İndiki şəraitdə çox məhsulların içərisində qatqı maddələri var. Məncə onları uşaqlara vermək düzgün deyil. Pediatrlar bildirirlər ki, bəzi doğum evlərində körpələrə hələ ilk gündən süni qida verilir. Lakin bu qidaların uşağın mədə-bağırsaq sistemindəki fəsadlarını nəzərə almırlar. Bu fəsadlar isə bəzən dərhal deyil, zaman keçdikcə özünü göstərir. Sonradan allergik xəstəliklərdən, tez-tez xəstələnmələrdən, müxtəlif mədə-bağırsaq problemlərdən, dəri xəstəliklərdən əziyyət çəkən uşaqları görəndə biz bilirik ki, əlbəttə bunların kökündə ilk gündən olan süni qidalanma durur. Süni qidalanma, süni qidalar uşaqların immunitetini zəiflədir, onların aşırı kökəlməsinə səbəb olur. Şəkərli diabet, ürək-qan-damar sistemi xəstəliklərinin erkən yaşlarda yaranmasına gətirib çıxara bilir. Çünki orada yüksək miqdarda triqliseridlər, yağlar rahat şəkildə uşaq bağırsağına sorulur və onun aşırı kökəlməsinə, qaraciyərin piylənməsinə, mübadiləsinin pozulmasına gətirir. Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov deyir ki, vahid standartların olmaması bəzən süni qida istehsalçıları ilə tibb müəssisələri arasında qeyri-rəsmi əməkdaşlıqlara yol açır. Bu isə körpəyin ehtiyacına deyil, firmaların maraqlarına uyğun seçimlərə səbəb ola bilər. Aidiyyatı qurumlar süni uşaq qidalarının tərkibi və keyfiyyəti ilə bağlı müvafiq standartlar hazırlamalıdır. Çox təəssüflər olsun ki, Azərbaycanda süni qida istehsalı yoxdur və Rusiyada, qonşu ölkələrdə bununla bağlı müəyyən işlər gedir. Mən çağırış edirəm ki, Standart İnstitutu süni körpə qidasının və yaxud süni qidanın hazırlanması üçün standartlar hazırlasın və Azərbaycanda körpə qidası istehsalına başlansın. Azad İstehlakçılar Birliyinin sədrinin bu təklifi ilə bağlı Standartlaşdırma İnstitutuna sorğu ünvanladıq. Bildirildi ki, vahid standartlar var. Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikası qanununa əsasən uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və 3 yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları xüsusi təyinatlı qida məhsulları hesab olunur. Amma bu mövcud qanun Eyüp Hüseynovun qaldırdığı problemləri həll edirmi? Orası müəmmadır. Bəyim Mahir qızı İlkin Həsənov, Fidan Səfər, Space xəbər.